Minlərlə abituriyent üçün bu aylar həyatda dönüş nöqtəsi sayılır. Lakin bu önəmli mərhələni çətinləşdirən əsas amillərdən biri psixoloji təzyiq, xüsusilə də ailənin gözləntiləridir. Bəs əslində necə olmalıdır? Valideynlər övladlarına necə dəstək ola bilərlər? Psixoloqlar bildirirlər ki, imtahan öncəsi stresin əsas səbəbi uşağın öz üzərinə götürdüyü məsuliyyətlə yanaşı ətrafdan gələn təzyiqlərdir. Valideynlərin tez-tez səsləndirdiyi "bu sənin son şansındır" və ya "biz sənin hazırlıqlarına çox vəsait xərcləmişik" kimi ifadələr övladlarda təlaş və özünə inamsızlıq yaradır. Psixoloq Qətibə Abdullayeva deyir ki, bu məsələyə iki cür yanaşmaq mümkündür. Ya mən həqiqətən oxumadığım üçün həyəcan keçirdirəm ki, mən oxumamışam, heç nə bilmədiyim üçün imtahandan kəsilə bilərəm. Bir də var ki, mən həqiqətən də bilirəm, sadəcə həyəcanlandığım üçün, imtahanın son şansını bildiyim üçün, mən düşünürəm ki, orada həyəcanlanacağam və həyəcanlandığım üçün də yaza bilmirəm. Burada nüanslar fərqlidir. Amma valideynlərin gözündə uşaqları həmişə oxumağı bacaran, sadəcə imtahan həyəcanı olduğu üçün imtahanı daha uğurlu vermədiyini düşünürəm. Amma bu belə deyil təbii ki. Bu duyğunu normal qəbul etməliyik. Amma biz adətən nə eşidirik valideynlərdən? Qorxma, heç nə olmayacaq. Burada nə var? Həyəcanlanacaq nə var? Bu cümlələrin heç biri həyəcanı öldürmür. Əksinə həyəcanı daha da çoxaldır. Psixoloq onu da əlavə etdi ki, imtahan ərəfəsində valideynlər abituriyentlər ilə səmimi və mülayim bağlar qurmalı, daim övladlarına motivasiya edici cümlələr söyləyib onları ruhlandırmalıdırlar. Biz uşaqlara rahat, istirahət imkanları olduğunu bildirməliyik. Məsələn, açıq havada gəzmələrinə, özləri ilə gəzməyə aparmağa düşünürlər ki, onlar imtahana hazırlaşır, o heç yerə getməyəcək, evdə olmalıdır, dərs oxumalıdır və uşaqları dışlayırıq, özümüzdən uzaq tuturuq. Belə olanda onlar da bizə gəlib duyğularını ifadə edə bilmirlər ki, məsələn, mən burada zəifəm, burada bir narahatçılığım var. Adı qalır ki, uşaq imtahanda zəif nəticə yığır. Uşaqların nəticəsini zəif yığmasında ailənin və müəllimlərin də rolu böyükdür. Onlara empati duyğusunu yüksək eləmək, daha motivə edici cümlələr işlətmək sən bacarmalısan. Əvvəllər bundan da çətin məqamlar olub ki, sən bunu aşmısan. Mütəxəssislər abituriyentlərə stresslə mübarizə üçün müntəzəm yuxu, düzgün qidalanma, nəfəs məşqləri və qısa istirahət fasilələri tövsiyə edirlər. Valideynlər isə çox çalışmağın önəmli olduğunu vurğulamalı və övladlarına güvəndiklərini hiss etdirməlidirlər. Firuzə Məlikzadə, Aydın Bayramov, Kəmalə Əlimradova, Xəbər Ertəsi.